böyük ağa, belə yaşamaq olmaz. Hey çoban, zibilə salmaq istəyirsən bizi? Ay gic, onu demirəm. Bir aydır meşədə yaşayırıq. Gedək bir maklerin yanına, özümüzə bir ev tutaq. Montin tərəfdə mən sizə ev zad verməmişəm atam. Səhv düşmüsüz. Nə oğru, nə aş. Ələsgər müəllim Montin. Ələsgər müəllim, mən indi həcc ziyarətindəyəm. Həcc. Mən hardasa sabah patoloku birisi gün Bakıdayam. Gəlim hələ danışarıq. Oldu Ələsgər müəllim. Sağ olun. Salam deyərsiniz siz də, sağ olun. Gözəl həyat ev alqı-satqısı xidmətinə xoş gəlmisiniz. Sizinlə mən Tülkü. Buyurun, sizə nə lazım idi? Ev. Mənim əlimdə çox gözəl bir ev var. Şəhərə çox yaxın, sahil mənzərəli və avtobus da keçir. Baba, gördünüz avtobus keçdi. Gördü. Prosta bizim avtobusa verəcək qədər pulumuz yoxdur axı makler. Onu bunu bir qırağa qoy. Burada ev yoxdur axı. Ev. Nə olub yenə? Təzə müştərilərdir, vidadır. Keçin, baxın qadan alım. Elə bil öz evinizdir.